Azərbaycan qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. Ümummilli liderimiz Heydər Əliyev milli qəhrəman ailələri ilə görüşü zamanı demişdi. Vətən uğrunda, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir. Onların xatirəsi bizim üçün əzizdir. Onlar bizim üçün unudulmazdır. Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Eldar Tofiqoğlu Məcidov. Eldar Məcidov öz görkəmi ilə, öz tərbiyəsi ilə, dərsdə davamiyyəti ilə və dərs keyfiyyəti ilə hamından seçilən bir uşaq olub. Özü çox yaxınlıqda, məktəbin yaxınlığındakı 5 mərtəbəli binada yaşayıb. Eldar 26 avqust 1965-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə vətəni də anamız kimi sevir, ona ana vətən deyirik. Belə analarımızdan biri də milli qəhrəman anası Cəmilə xanımdır. Öz igid oğlu ilə fəxr edən, qürur duyan ana, oğlu ilə keçən ömrünü belə xatırlayır. Çox mehriban uşaq idi, sözümüzə baxırdı. Oynayanda gedib oynayırdı, sonra gəlib çörəyini yeyirdim, amma deyir, gedirəm yenə də həyətə. Sözə baxırdı, oxumağı sevirdi, yoldaşlarla xoş rəftar eləyirdi. Müəllimlər onu çox istəyirdilər. 1982-ci ildə Yasamal rayon 52 sayılı məktəbi bitirmişdi. Məcidov Eldar 5-ci sinifdən gəldi ilk dəfə mənim sinifimə. 10-cu sinifə qədər mən ona kimya, biologiya dərslərini demişəm. Özünü dərslərdə çox yaxşı göstərib, dərsə həmişə hazır gəlib. Xüsusilə onun xoşu gəlirdi ki, o fizikadan maraqlı təcrübələrdə mənə köməklik eləsin. Bu uşağın ürəyində vətənə qarşı çox böyük istək olub, vətənpərvərlik olub. Yuxarı sinifdə oxuyanda o hərbi dərsi çox sevirdi. 1983-cü ildə orduya çağırılır. Eldar hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçirir. O əsgərliyi qurtarandan sonra bir neçə vaxtdan sonra o evləndi. Evləndi, 90-cı ildə onun qızı oldu. Zahirən deyib gülən, lakin qəlbən qaynar, dərin zəkalı Eldar erməni faşistlərinin vətənimizdə törətdikləri Xocalı hadisəsindən sonra dəyişmişdi və onu tanımaq olmurdu. Eldar bütün varlığı ilə hərbi sahəyə can atırdı. Azərbaycanda bizdə müharibə ki başladı. Bu Eldar özünə bir yer tapa bilmirdi, qərar tuta bilmirdi. Həmişə elə deyirdi ki, mən gedəcəm, mən gedəcəm. Elə o günlərdən Eldar çox belə həyəcan keçirirdi. Gecə də evə gəlmədi. Bütün gecəni mama ilə oturduq, atəş səsi gəlirdi. Bütün həyət yatmırdı, bütün qonşular. Hardasa saat 6 idi, səhər gəldi Eldar. Biz yatmırdıq, gözləyirdik onu. Gəldi, oturdu divanda, belə heç paltosunu da çıxartmadı. Oturdu, hönkürdüylə ağladı. Ağladı və sonralar danışdı ki, necə bütün gecə o yaralıları harasa aparırdılar, bunları bura kimisi qapıları döydü, kim açırdı, kim açmırdı, kim qorxurdu. O gedirdi, orada harda döyüşlər var idi şəhərdə. O bir yaralılar var idi, onları qoruyurdu, avtobusa mindirib aparırdılar da. Səhərə kimi o evə gəlmədi. İndiki kimi yadımda 92-ci ildə həyat yoldaşım mənə dedi ki, bəs Eldar cəbhəyə getmək istəyir. O televizorda tez-tez müharibə bölgələrində olan hadisələrdən bəhs edən süjetlər gedirdi və orada da yetim qalmış uşaqlar, işgəncə verilmiş qadınlar, qızlar, hər gün gecə onlar mənim yuxuma girir. Deyir, mən yer tapa bilmirəm, qərar tapa bilmirəm. Xocalı faciəsi.
Demək olar ki, axırıncı bir nöqtə idi ki, hansısa bir qərara gəldi. Deyirdi ki, uşaqlarım böyüyəndə mənə deyəcəklər, ay papa, belə bir faciə vardı, bizim torpaqlarımızı almışdılar, düşmənlər gəldi bizi ağalini öldürürdü. Yəni bu insanlar heç kimə heç nə eləməyib. Qoca kişilər, arvadlar, ailə, uşaqlar, neçə uşaq öldürüblər. Və mən ona nə deyəcəyim? Mən bu vaxtı Yaşıl Teatrda administrator işləyirdim. Konsertləri təşkil edirdim. Mən onu qəbul edə bilmirəm. Bir günləri axşam saat 11-in yarısı idi, qapı döyüldü. Yoldaşım getdi, qapını açdı. Bir gördüm, ağlayır. Çıxdım bayıra, gördüm, qucaqlayıb Eldarı ağlayır. Gördü ki, o da heç bir söz demir, başını saldı aşağı. Ki, mən də artıq bu barədə söhbət eləmişdim o ilə. Dedi, mən tələsirəm, məni gözləyirlər, bəs biz bu günləri cəbhəyə getməliyik. Mayın 8-i onlar yola düşdülər, dedilər Şuşaya getdi. Yoldaşlarının xatirələrini dinlədikcə anlayırsan ki, ölüm Eldara qalib gələ bilməz. O yaşayanların ürəyində yaşayır və əbədi olaraq qəhrəman kimi yaşayacaq. 6-cı reyd dəstəsi deyilən bir hərbi hissə formalaşırdı, 776 saylı. Bizim deməli hörmətli dostumuz, bugün haqqında söz açdığımız Eldar Məcidov da onun ilk çağırışa səs verənlərdən oldu. Çünki o Sovet ordusunda döyüş hərbi hissəsində xidmət etmişdi. Kiçik çavuş idi. Eldar elə ilk gəldiyi gündən öz dostları arasında, öz yoldaşları arasında böyük hörmətə sahib oldu. Mənlə çox yaxın dost olduq və kiçik müddət hazırlıqdan sonra biz döyüş bölgəsinə yollandıq. Zarısılı kəndində idik, Turşusuda idik. Erməni qüvvəsi Zarısılıda idi. Çox mərd oğlan idi. Çox belə qorxmayan idi. İndiyənəcə o fraqmentlər mənim gözümün qarşısındadır. O yaxşı BMP-də yaxşı navoçik idi. BMP zirehli maşında qəşəng tuşlayıcıdır. O yəni hədəfləri düz vururdu. Erməni qüvvələrindən demək olar ki, çox erməni məhv eləmişdi. Həmin gündə Zarısılıda bizim Albert Agoronovun tankı orada zirehli tırtılı onun qırılmışdı. Tankistlər maşından çıxa bilmirdilər. Elə də oldu ki, biz zirehli texnika ilə getdik onları kömək eləmək ki, onlar o maşından çıxsınlar. Həmin momentdə ermənin qombaratanı düz Eldar oturan tuşlayıcı yeri həmin o yerdən vurmuşdu. Onun birinci ölüm xəbəri mənə gəldi, çatdı. Eldar rəhmətli ilə Xaqanini bir yerdə getirmişdilər. Dostları çox çalışdılar ki, onu çatdırsınlar xəstəxanaya. Apardılar Qubadlıya xəstəxanaya. Bakıya istədilər çatdırsın, lakin vaxt çatmadı və qanaxmadan həlak oldu. Qonşuya zəng elədilər ki, Eldar Vranini Sivaşkada. Hərbiçilər hamısı oradaydı, yoldaşları. Deyirəm ki, nə oldu? Deyirəm, hani bəs uşaq? Gördüm atası ağladı. Başa düşdüm ki, bu yoxdur, sağ deyil. Qaçdım oraya, məni buraxmadılar oraya. Eldar Məcidov vətən və xalq qarşısındakı xidmətlərinə, torpaqlarımızın müdafiəsində göstərdiyi qəhrəmanlıqlara və fədakarlığa görə Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 sayılı fərmanı ilə Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Mən çox arzu eləyərdim ki, gələcəyinə məktəbimiz Eldar Məcidovun adını daşısın.
Çox təəssüf hissi keçirirəm. Təbii ki, belə bir dostu, belə bir vətəndaşımızı, belə bir oğlumuzu itirdiyimizə görə. Amma təbii ki, onun bu zəhməti, bu qəhrəmanlığı da yerdə qalmadı, yaddan çıxmadı və dövlətimiz tərəfindən o ən yüksək ada milli qəhrəman adına layiq görüldü. Bu yaşadığı ev üstünə lövhə vuruldu, adı əbədiləşdirildi. Amma ən əsas o bizim qəlbimizdədir. Öz qohumlarının, yaxınlarının, dostlarının və döyüş yoldaşlarının qəlbindədir. Həmişə də bizlə yaşayacaq. Papam vətənimiz üçün unudulmayacaq bir qəhrəmanlıq göstərib. O öz canını qurban verdi. Ölümü ilə ölümsüzlüyə qovuşdu.